Hamıya salam. Bugün deməli 9 mart tarixində keçirilən 11-ci sinif buraxılış imtahanına nəzər yetirək. Deməli ingilis dili yenə düşüncəmə görə asan düşüb. 7-ci sualdan başlayaq. Deməli burada bizdə preposition, yəni söz önünü istəyir. Söz önü də bilirik ki, he was proud, bir də Ben is afraid. Deməli proud of-la işlənir, afraid of-la işlənir. Qürur duymaq, bir də qorxmaq. Yəni bu həmişə istifadə olunan söz önləridir. Ona görə olur cavab C variantı. Choose the pair of plural nouns. Plural yəni cəm isimləri soruşur. Elə cavab A variantıdır. Women qadınlar kökündən dəyişən isimdir bilirik ki. Trousers da həmişə cəmdə olur. Yəni iki hissədə olduğu üçün, yəni iki hissədən ibarət olduğu üçün həmişə cəmdə olan isimdir. B-də baxıram, deməli knowledge sayılmayan isimdir. C-də baxıram, army təkdədir, food təkdədir. D-də baxıram, progress sayılmır. Y-yə də baxıram, person yox, people olmalıydı cəm olması üçün. Ona görə cavab olur A variantı. 9-da isə our children go to school. Deməli, məktəbə getmək ifadəsi go to school-dur. Yəni bu qəribləşmiş bir ifadədir. By bus çoxsu by a bus yazıb. Bu yanlış bir ifadədir. Çünki by varsa orada artikla ehtiyac yoxdur. Əgər artikel olsaydı, orada on qoymalıydıq. Çünki biz bilirik ki, nəqliyyat vasitələri ilə məsələn içində gəzə biliriksə, on işlənir. Amma o artikel olsaydı on qoya bilərdik. Yəni burada artikel olmadı. Yəni by olduğu üçün biz burada artikel qoymayacağıq. Ona görə də deməli go to school by bus olur Y variantı. Aha, deməli sonra gedirik 10-cu suala. 10-cu sualda da bizdən istəyir exclamatory sentence, yəni nida cümləsini. Nida cümlələri də deməli birinciyə baxıram. What an amazing places deyir. Anlə places işlədir. Bu yanlışdır. Çünki artikeldan cəmisim işlənməz. Bir getdi. 2-də what an amazing place it is. Bu düzdür. Artikelda var. İsim də təkdədir. It is də, yəni düzgün bir yanaşmadır. 3-də də how amazing places are they deyir. Yenə are they burada arqabağa keçib olmaz. 4-də baxıram how amazing the place is. Deməli how amazing. Ümumiyyətcə amazing-dən sonra əgər isim işlənibsə, deməli the artiklı işlənməlidir how tipli cümlələrdə. Ona görə 4 düzdür. 5-də isə how amazing place is it. Yenə is it qabağa keçib plusdakı deməli amazing place yox, the place olmalıdır. Yəni 4-dəki kimi olmalıdır. 2, 4 düzgün cavabdır. O da olur deməli D variantı. 11-ci sualda definition, yəni burada sözlərin tərcümələrini bilməliyik. Birincisində to donate, deməli kiməsə pul vermək, yəni bağış etmək mənasındadır. O da olur to give something, especially money to people in need, yəni ehtiyacı olan insanlara pul vermək ya da nəsə bir şey vermək. 1-ə getdi, deməli B variantı. Deməli 1-də B-dirsə, 2-yə baxırıq to value, bu dəyər verməkdir. Yəni olacaq C. To think that somebody or something is important. Yəni kiminsə və nəyinsə vacib olduğunu düşünmək, önəmli olduğunu düşünmək, dəyər vermək. To defend qorumaqdır. Elə to defend elə həmişə sinonim kimi işlənir. To defend, to protect kimi. Yəni to protect-i görən kimi 3-də A variantını götürürük. Deməli B, C, A. O da olur Y variantı. Sonra keçirik 12-ci suala, interrogative sentence sual cümlələrdir. Deməli, 1-ə baxıram, how many pieces of furniture did they buy? Deməli, sual cümləsidir, köməkçi feili də var. Yəni, bu düzgün cümlədir. Sonra 2-də how many pieces of furniture were bought? Deməli, passive voice-dir bu, yəni məchul növdür, düzdür. Çünki of-dan əvvəl cəmdədir, pieces. Ona görə də were bought işlənib. 1-2 düzdür. 3-ə baxıram, nə səhvdir, baxaq. How many pieces of furniture bought them? Ümumiyyətcə, belə bir cümlə yoxdur, yəni. Çünki bunun köməkçi feili yoxdur, yəni burada did olmalıydı. Didi yoxdur, plus da ki bought they. Yəni belə bir bought, yəni əvvəldə ola bilməz. Sonra keçirəm 4-ə. How many pieces of furniture they bought? Yenə burada da köməkçi feili yoxdur. Yəni sual cümləsi varsa biz burada köməkçi feili mütləq götürməliyik. O da olur 1, 2. A variantı. 13-cü sualda isə passive voice istəyir. How do you make vanilla ice cream? Deməli, vanilla dondurmasını necə hazırlayırsan, necə edirsən? Yəni, vanilla dondurması necə hazırlanır? Baxırıq birinci, passive voice nəyə baxırıq birinci? Deməli, zamana. Bu zaman indiki zamandır. Do ilə başlayır çünki sual cümləsi. Do ilə başladığı üçün bu indiki zamandır. İndiki zaman olduğu üçün mən keçirəm. Deməli, D-ni çıxdım buradan. Çünki D-də was deyir.
Sonra bir də baxırıq deməli ice cream. Ice cream sayılır yoxsa sayılmır? Təbii ki, dondurma, vanilla ice cream burada həm təkdədir, həm sayılmadığı üçün o da olacaq. Deməli, arıları da çıxıram. E, Anı çıxdım. Sonra deməli e, və sual cümləsi olduğu üçün deməli how is vanilla ice cream made? Yəni cavab olur Y variantı. Niyə Y variantı olur? Deməli, how vanilla ice cream is made olmaz. Çünki bu sual cümləsi olduğu üçün birinci gəlməlidir burada. Deməli, is. B getdi. C-də də how is vanilla ice cream been? Islə been yanaşması səhvdir. Yəni, has been ifadəsi var. Bu is been yoxdur. Y-də isə how is vanilla ice cream made? Bu düzdür, çünki is əvvələ keçib. Ondan sonra deməli gəlirik 13-ü elədik. Deməli 14-cü sualda making up sentence, yəni cümlə qurmaqdır. Cümlə qurmaqda da deməli burada have been playing deyir. Deməli bitmiş davam edici zamanlı bir cümlədir. Deməli deyir ki the boys, birinci the boys ilə başlayır. Deməli oğlanlar oynayırlar. The boys have been playing 4-5. Sonra the boys have been playing tennis. Deməli tenis oynayırlar da. Nə oynayırlar? Tenis. The boys have been playing tennis 4-5-1 at the stadium, yəni stadionda. Sonra for 2 hours. 3-2. Yəni cavab olacaq C variantı. Və bilirik ki, bitmiş zamanlarda for işlənir. Yəni zamanı göstərmək üçün for ya da since işlənir. Burada da olacaq for 2 hours. Yəni 2 saatdır ki, stadionda futbol oynayırlar. Yəni başlayıblar 2 saat əvvəl, hələ də oynayırlar. Olur C. 15-ci sualda modal feil istəyir. As his English is excellent, he find a good job. Baxırıq, modal feil dediyi üçün has getdi. Çünki has deyilən modal feilimiz yoxdur. C-yə baxıram, doesn't have to'su yoxdur. D-yə baxıram, hasn't to. Belə bir modal feilimiz yoxdur. Yəni bu doesn't have to olmalıdır. Hasn't to yox. Will not be able, bunda to'su yoxdur. Elə heç tərcüməyə də baxmağa ehtiyac yoxdur. Heç variant arasında da qalmırıq. Quruluşlarına görə baxırıq, cavab olur B variantı. Yəni ingilis dilisi mükəmməl olduğu üçün yaxşı iş tapa biləcək olur. Will be able to. 16-cı sualda conjunction deyir. Conjunctionlarda ümumiyyətcə tərcüməyə baxılmalıdır. Yəni bunun başqa bir açıqlaması yoxdur. Yəni ki, tərcüməyə əsasən biz tapacağıq ki, hansı variant uyğundur. Ümumiyyətcə, tərcüməyə baxmadan the, olduğunu çıxdım. İkisi də eyni mənaya gəlib çıxır. A, D, Y arasında qalıram. Baxıram tərcüməyə. Today the weather is fine. Bugün hava yaxşıdır. The students are going for a walk. Uşaqlar gəzməyə gedəcəklər. Deməli, bugün hava yaxşıdır. Belə ki, uşaqlar gəzməyə gedəcəklər. Belə ki, A variantı. Ondan sonra gəlir, deməli 17-ci sual. 17-ci sualda da ən çox asan sualdır bu da. Deməli sifətin dərəcəsidir. Əz görürük. Deməli əz nəyin göstəricisi idi? Adi dərəcənin. Adi dərəcədə olur short. Deməli her hair is as short as her mom's. Yəni saçı anasının saçı kimi qısadır. 18-ci sualda isə we got 2 packages and of them were from Nick. Were deyir. Deməli, baxırıq ki, bizim xəbərimiz were-dir. Were olduğu üçün each of olmaz. Each of olsa təkdə olmalıydı. Every of birləşməmiz yoxdur. One of da each of kimidir. Elə bil ki, one of, each of ikisi də eyni bir şeydir də. Yəni, xəbər təkdə olmalıdır burada. Was olmalıydı. Getdi D variantı. No of da birləşməsi yoxdur. Və biz bilirik ki, both varsa xəbər cəmdə işlənəcək. O da olur C variantı. Sonra baxırım 19-cu suala. Deməli, burada çoxsu götürüb A variantı ilə. A variantını görən kimi götürüblər A-nı. Çünki variantının sonuna qədər oxumayıblar. Həmişə dediyim şey budur ki, yəni variantları sona kimi oxuyun. Variantlara axıra kimi baxın. Tərcüməyə baxmırsınızsa. Çünki 2 dənə variant uyğun gələ bilər. Yəni 2 dənə variant uyğun gəlirsə, deməli biz burada tərcüməyə baxırıq. Elə A-nı görüblər, A-nı da yazıblar. Çünki few sayılan cəmlərlə işlənir deyə elə few-nu götürüb yazıblar. Amma biz bilirik axı a lot of da sayılan cəmlə işlənir ona görə. Və very few da ola bilərdi. Yəni baxırıq ki, tərcüməyə. Deməli, my first day at work wasn't very good. Deyir, işimdə ilk gün, işdəki ilk günüm çox da yaxşı deyildi.
I have made mistakes. Deməli, bunun işdəki günü yaxşı olmayıbsa, deməli, bu çoxlu səhvlər eləyib. Ümumiyyətcə, few, very few demək eyni mənaya gəlib çıxdığı üçün A-la B-ni getdim. A-la B-ni çıxdım. E, olur a lot of. Deməli, çoxlu səhvlər eləyib ki, bunun işi yaxşı getməyib. 20-ci sualda isə my friend and his cousin and var burada. İki nəfərdən söhbət gedib və iki nəfərdən söhbət getdiyi üçün biz xəbər götürürük cəmdə. Ümumiyyətcə heç variant, heç cümləyə baxmıram. Görürəm ki, A, B, C, D hamısında təkdir xəbər. Yəni is, has been, was. Deməli, olur Y variantı. 21-də isə bu complex objectdir. Sonra no one expected the producer. Expect məşhur fe'lərdən biridir ki, to ilə işlənir. O da olur B variantı. Heç burada axıra kimi də oxumağa ehtiyac yoxdur. Expect-i görən kimi to-nu götürürük. Sonra gəlir deməli 22-ci sual. 22-ci sualda da bizə deyir ki, we our friends next Sunday. Zamandır, çox sadə. Next Sunday, növbəti bazar gün dostlarımızla görüşəcəyik. O da olur deməli will meet D variantı. Bu qədər.